Nənənin 6 cəsur nəvəsi və işıqlı xəzinə. Bir gün mehriban nənə bütün nəvələrini yanına çağırdı. Mikail, Zümrüd, Davud, İbrahim, Camal və balaca Yunis sevinclə mehriban analarının bağına toplandılar. Nənə gülümsəyərək dedi: "Əziz balalarım, çox illər əvvəl bu meşədə işıqlı xəzinə gizlədilib. Deyirlər ki, onu yalnız bir-birini sevən, bir-birinə kömək edən bacı-qardaşlar tapa bilər." Uşaqlar böyük həyəcanla yola düşdülər. Ən böyük nəvə Mikail xəritəni götürdü və hamıya yolu göstərməyə başladı. O diqqətlə ətrafa baxır, hamının təhlükəsiz hərəkət etməsinə kömək edirdi. Biraz getdikdən sonra yol iki hissəyə ayrıldı. Hamı tərəddüd edərkən Zümrüd ağacların arasından gələn parlaq işığı gördü. "Məncə doğru yol buradır," dedi. Hamı Zümrüdün göstərdiyi yolla irəlilədi. Qarşılarına kiçik bir çay çıxdı. Davud iri daşları düzərək hamının rahat keçməsi üçün körpücük hazırladı. Yolun sonunda qədim daş qapı vardı. Qapının üzərində tapmaca yazılmışdı. Ən böyük güc nədir? İbrahim biraz düşündü və dedi: "Ən böyük güc birlik və mehribanlıqdır." Elə həmin an qapı yavaş-yavaş açıldı. İçəri girəndə qarşılarına balaca dovşan çıxdı. Dovşan yolunu itirmişdi. Camal ona mehribanlıq göstərdi, sığalladı və ailəsini tapmasına kömək etdi. Dovşan da təşəkkür edərək onlara gizli cığırı göstərdi. Nəhayət böyük bir qızıl sandığın yanına çatdılar. Amma sandığın açarı yox idi. Hamı düşünürdü ki, indi nə etsin? Bu zaman balaca Yunis otların arasından parıldayan balaca qızıl açarı gördü. O açarı götürüb Mikaila verdi. Açar sandığa uyğun gəldi. Sandıq yavaş-yavaş açıldı. Hamı qızıl və qiymətli daşlar gözləyirdi. Amma sandığın içində 6 parlaq ürək, hər uşağın adı yazılmış məktub və böyük bir işıqlı lövhə vardı. Lövhədə belə yazılmışdı: "Ən böyük xəzinə sevgi dolu ailə və birlikdir." Nənə uşaqların yanına gəlib onları qucaqladı. "Mənim ən böyük xəzinəm elə sizsiniz, əziz nəvələrim." Uşaqlar sevinc içində nənələrini qucaqladılar. O gündən sonra onlar anladılar ki, həmişə bir-birlərinə kömək etməli, mehriban olmalı və heç vaxt ayrılmamalıdırlar. Beləliklə nağılımızın sonu gəldi. Bu nağıldan öyrəndik ki, ən böyük xəzinə qızıl deyil, ailə sevgisi, birlik və mehribanlıqdır. Göydən 3 alma düşdü. Biri bu nağılı danışanın, biri onu dinləyənlərin, biri də bütün mehriban nənələrin və sevimli nəvələrin payı olsun.